Necəsiniz canlarım ballarım? Hazırlaşın bir yerde masallıya getireyim. Ne eləmək istəyirdin? Son videoda Rafı ağlaya-ağlaya koymuşdunuz. İnanın mənə heç bir şey dəyişilməyib, yenə ağlayır. Arkadaşlar bakın. Vay, dırnağın qırıldı. Dırnaqdan yaxşıdır. Dəyişməlisin acilə. Ama Ceyhan'ım dırnaklarımı gördü. Yaxşı. Neyse. Arkadaşlarım hanım dırnaklarıma bakın. Duyuyorsunuz mu? Birim de çanta çıxdı içindən. Bunu aparmırıq. Hazırlaşın bir yerdə masallıya gedirik. Masallıya. Bəli, masallıya gedirik. Mənim həyatımın mərkəzi, çiçəyi, ürəyi, bir tanəsi canım anamın, mamamın ad günüdür. Yubileyidir və mənim rayona gəldiyimi bilmir. Yubileydir. Neyse, deyərəm sonra başlayalım. Rayona getdiyimi bilmir, xəbəri yoxdur. Elə bilir ki, bugün başqa bir ad gününə gedəcəm. Sabahdır normalda ad günü. Bilmir ad gününə gedirəm. Mənə tapşırıb ki, qəti şəkildə gəlmə, xərcə düşmə. Belə eləmə, elə eləmə, lazım deyil, gəlmə, ad günü eləmirəm, nə bilim, tabi. Yaxşı, gəlməyəcəm. Yəni, getdiyimi bilmir, sürpriz olacaq. İndi bu videoda sizinlə birlikdə hazırlaşırıq. Balaca bir çanta yığırıq, gördüyünüz kimi. Şalvarımı geyindirəm, Raqib gəlib çıxıb gedirib. Neysə, çox paltar yığmayacağım. Çünki indi gedirik, sabah axşam qayıdacaq. Burada əsas məsələ, mənim sabah ad gününə nə geyinəcəyimdir. Çünki heç bir şey bilmirəm. Ağlımda heç bir şey yoxdur. Nə geyinəcəyim? Ay Raqib, mənim paltarım yoxdur. Ne giyinəcəyimi bilmirəm. Ay Raqib, onun paltarası yox. Ay Raqib, bunun paltarası yoxdur nə ki, mən buyam. Sən sənə. Gəl. Sıraya. Tut. Başımın belası. Hə, belə hazırlaşırıq. Öncə uşaqlara geyim götürürəm. Sonra özümə çanta yığıram və gedirik masallıya. İnansınız ki, yolda nə yeyə bilərik onu düşünürəm. Kurt kimi açam, çantamı yığım, makyaj edeyim. Sonra yolda nə yiyəcəyimizi düşünərik. Yaxşı. İndi gəzdi görək. Deməli, bir dəst geyinəcəklər yola, heç onu götürəcəm. Bir də sabah ad günündə nə geyinəcəklər, onu düşünürəm. Bacı. İnansınız ki, bilmirəm nə geyindirim onlara. Bu da mini. Nə geyindirim mən sizə ad günündə? Gözlüyün paltalarını çıxardım, bir yerdə qərar verək. Dostlar, tam paltarları ayırarkən bir anda bugün heç bir şey yemədiyimi farkına vardım. Həqiqətən də bugün heç bir şey yeməmişəm. Uca başım incələnir. Sadəcə əbədə bir dənə qaraldalı yemişəm. Uca istədim ki, başım incələnir. Biraz yemək yeyim. Ondan sonra gedim paltarları yığım. Zaten nə geyəcəyimizə qərar vermişəm. Bir dənə qalıb Raqib. Biraz yemək yeyim. Sonra uca həqiqətən bayaqki enerji halımdan bir əsər yoxdur. Çünki uca istəyirəm ki, çox pisəm. Biraz yemək yiyeyim, sonra devam ederiz. Nə idi? Devam ederiz. Görüşürüz birazdan. Geldik. Ama aşkım çok sıvı boğulurum. Neyse. İndi biraz arkaya qalım. Uşaqlar, mən yatmışdım. Ben görmürüm. Buradayım. Ben yatmışdım. Ayaqda dura bilmirəm. Deməli belə. Biraz bir şeydən Bu arada hazırladım. mən də öz çantamı yığadım. Sen yığatsan kukla lazım değil. Sabah qaydırır. Bilirsiniz nədir problem? Biz sunka falan yığırıq. Rayonda da mamam bir şeyler verir, qaynanan bir şeyler verir. Aşkım danışırım. Sunka nə qədər olur? Eve girəndə də uşaqlar yolda yatdılar, çox gec qayıdırıq da. Gec saat 2 falan evdə oluruq. Rəqiblə mən daşıya qurtarmırıq sunkalar. Ona görə də minimum sunka götürəcəm. Yəni ən az nə qədər götürə bilirəmsə, o qədər götürə biləcəm. Neysə. Rafa gedəndə bunu geyindirəcəm. Belə yolda. Bunları geyindirəcəm gedəndə. Ona görə də bunu çöldə qoyuruq. Qoyduq. Sabahları ad günü kombini olarak bunlar hamısı ütlənəcək, yığacam uşaqları, yığacam. Ad gününə gedərkən bunu geyindirməyi düşünürəm. Belə bir kombin etməyi düşünürəm. Mənim deyim ha. Aha, sənindir. İndi bunu qoyacam. İçindən bir səsi Rafa zapas paltarda götürdüyür. Əslində götürmüş oldu. Hangi faydalı? Bilmirəm. Ama içindən bir səs Rafa yerində zapas paltar. Ged o qaç planşeti söndür, zapas paltar götür deyil. İndi baxacağım, görüm necə bir şey dedim. Neyse, bunu qoyaq sunkaya. Özümə də
Belə bir şey geyinmək. Resmen. Sən Ay, bilirsən. mama. Hə, Bak yapsın bana. özümə də baxın belə bir ətəyim Abdaya var. mama bu da. Bundan bunu Ben götürməyi düşünürəm. isteyeceğim sana neyi koydum. Hə. Belə bir koftam var. Bunu paten vlogunda görmüsünüz. Elə bunu bu ətəklə almışam. Bunu sabah ad gününə əgər harasa getsək bunu geyməyi Ya onu düşünürəm. paten videosunu. Bunu görüm. Koftanı giymişəm də. Hə, nəysə. Bu belə. İndi gedəndə isə belə bir şalvarım var. Bu il. Bu printdə şalvarlar çoxdur dedim. Mənə çox xoşuma gəlir. Ne? Çox sərindir. Mama. İstəyirəm haycan. Bacıncın üstüne mama. İstəyirəm bunu geyinim. Mama. Hemen, hə. Atarsın üstüne mama atıyor. Mamacığım, aşkım deyəm. Bunu geyinim. Bunu da. Bunu da bir dəqiqə gözləyim. Koftamı tapım. Ya ağ sarıçqayla geyməyi düşünürəm. Ya da ki bununla. Bununla da uyar. Ha, Ragip gəlir elə mən hazır doğru. Rakip baby savaş. Alo. Hazırsın. Yo, palçunka yığıram. Ben sana demedim çekeceğim hazır otelde ha. Vay 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 vay. İzləyicilər də sənə baxır. Nəysə, hazırlaşıram. Bir şeyim qalmıyor usta. Benim. Yaşlı oldu. Boş boş laf. Nəysə, azarı da eşitdiyimizə görə devam edə Azar bilərik. değil. Azar. Azar yox. Nəysə, başlayaq hazırlaşaq. Tez bazar gəlin. Benim. İnşa birinci. Pembe. Hə, Sevraya da bunu geyindirməyi düşünürəm. Ya onu sevmem Bu ben. da onu geyindirməyi düşünürəm. İstemiyorum onu. Mənə geyinmək istəyirsən. En istemiyorum da buramı kızı. Biz de hoşuma gelme. Neyse, Hadi hadi danışırız. ye bacı. Konuşuruz. Uca bunları, aşkım deyən uca bunları rayonda ütüləyəsi oldum. Burada ütüləyəsi olmadım. Tez bazar yığım çantamı. Belə çevirək videonu. Şef, bura atmışam ama. Ah, bu niye kalmadı? Hə. Mama. Tez bazar yığım Mama. hamısını Mama çantaya. yapabilirim. Niye, hara aparırsan onu? Onu yapabilirim. Allah beni kahretmesin. İldə bir dəfə geç hazırlaşaram. Onda da həyat yoldaşım tez Mama. çabuk gəlir. Gedin siz yeməğinizi yiyin. Mama. Hə. Mama yapabilirim. Hə, apar. Çok kötü. Ay, bu neymiş benim vaxtımda, Allah kahretsin, her şey üst üste gelir. Vay vay. Ay, delireceğim. Aa, 2 ildir bu sunkanı istifade edirəm. 2 ildir bir dəfə belə ilişməyən sunka ilişdi. Zarafat edirsən də yəqin ki. Ha, açıldı deyəsən. Ha, açıldı. Açıldı, biraz böyüdü. Neyse, tez bazar bunları yığaq. Biraz da sizi o tarafa qoyaq ki, Raf oynama topla. Bizi yaxşı görün. Eləmə, Raf, eləmə. Opa. Of. Açmayacaq sonra. Mama Hı. bak bana. Ha, aferin. Gel, kaç yemeği bitir. Oha. Kaç yemeği bitir. Mama sen dokun değil. Kaç yemeği bitir. Sen buraya bir yemeğe çık. Şöyle bu şalvarı. İndi Ragifə bu şalvarı götürmüşəm. Çox qəşəng çatan şalvardır. Ona da çox yaraşır. Amma geyinmir kişinin oğlu. Geyinmir. Xoşlamır bunu. Yenə də götür. Onu götürmürəm. Bu da qalsın. O geyinər. O zaten paltar götürməyi sevmir. Bunu istəyəcəm, onu geyindirəcəm. O Spartinisin şey diyəcəm. Ay, video çəkirəm. Görürsən. Raf, eləmə. Bak sen de böyle değiştirme istersen sen. Yox, sağ ol, neyim? Sən şimdi bunu da götürdüm. Bunun hansı olur. Mayka götürürüm 2 ədəd bunlara. Zebra, çorapların hanı? Çorap. 2 ayağım bir papuca girdi. Tüclər demişəm, bu olsa gerek. Sonra ne götüreceğim? Çöynək. Neyse, kameramı bağlayayım, bir dənə orta hesabımı götürüm, gəldim. Bəli, gecə qara cücə qara düşdük. Salam dostlar. Ragif müəllim, hara gedirsən? Beylaqana, Ragif müəllim, hara gedirsən? Masallıya, Niyə gedirsən? Advinə, Qaynəmun Advin.
Bəli, gedirik babamın ad günü. Uşaqlar, evdə telefonum xarab oldu. Çəkiliş eləyə bilmədim. O hay düşdü və Raqib dedi ki, gəl amma. Təzbazar geyindik. Daha önce çəkmək istəyəndə telefon kamerası işləmədi. Hələ də işləmir. Raqibin telefonu ilə çəkiliş edirəm. Mənim bir an öncə bu telefon söhbətini həll eləməyim lazımdır. Neyse, indi markete düşəcək. İnşallah. Gedib markete düşəcək. Yəni sizə bildirmək istədim ki, son durum budur. Maşına minmişik. Belə, gələk marketdə kameranı açarım. Görüşərik birazdan. Jelibon qarın doydurur. Şeydir, o starçını yiyeceğim, sonra onu yiyeceğim. Alasın. Yaxşı olar. Neyse. Aynısını alarsın. Yaxşı. Çatdıq markete. Gel bakalım. Çatdıq markete. Gedək. Görək. Nə tapırıq? Başa kilitlədim. Giriş buradan. Markette bitmir. Girişi sen. Karpuz alayım maşına gel. Gide göre ne alırıq? Ne alırıq? Doyacağımız bir şey alalım. Aşkım pişmelere bakaydı da. Çörəyi ne alayım? Kapısa? Yo, yüreğim var, istemiyor. Bakayım pişmelere. Çiz bak ya. Uzaqdan niye baxıram istəyirsən? Güzeldir. Ben görüm ne alırım. Ne alırım? Size de göstermeler var. Bunlar hiçbirini istemiyorum. Hiçbirini istemiyorum. Toyuq var. Çörəyə baxın, ya da almayacağım, səhər vurmayayım. Gözləyim, görək. Peki marojna alın. Eskrim, ne baksan? Ne baksan? Şimdi yoldaşım geldi biz. Deməli, sevgildaşlarla qrup açıblar 20 il sonra. Bu dayanmır. Kızlar hafifə dayanmır. Allah bilir qabaqlarına çıxacaq. Neyse. Eləyirdi qalıb. Tərəflərini də vermiş. Neyse. Özü də mənə deyir ki, hə, bundan sonra deyəcəm, mən də sevgildaşlarımı deyəcəm, qrup açsınlar, mən də qrupda olum. Sen gəzirsən, salfetka alacaqsan, salfetkanın yanında gəzirsən. Götürmüşəm, özümə piçeni tapdım, deşin. Mən yemirəm heç nə deyək də aldım mən piçeni. Sevra için. Başqa bir şey, Sevra üçün də istədiyim götürmüşük də. Ben uğraştım. İndi özün nə istəyin götür, hafta yatıb zaten, altında spor peçenesi var. Böyle. Yenə əl eləyib gediyor. Gedim bir yenə, sən bax mən gələm. Gedim, deməli mamaya sürpriz eləmək gedəcək. 12'den sonra ona düzü tostun sipariş vermişəm artıq. Ama 12'den sonra sürpriz eləməyə şey lazımdır. Balaca bir kek lazımdır. İndi o keki axtarıb tapmalıyım. Baxaq görək. Bir dəqiqə görüm. Kekler haradadır, bura olsun. Yoxdur, bir Ragif'ə tapım, Ragif'lə tapım. Ragi, oradasın Ragi. Ragi. Kek tapamıyorum. Kek tapabilmiyorum. Ne kadar kek tapalım. Ha? Kek tapalım, kek. Çok çok ya bak. Bize bu bir tane versin. Bazı kek tapalım. Siz o da üfürsün. Biz niye elimize götürmüşük? Ay. Ha ki, pop kek istəyirəm, balacasına bir dənə şam qoyarsan. O da sabah tort üfürəcəyik, heç. Ay, kek məni şeydən. Topmadın? Yox. Öz arazımız ev deyil, bu başqa arazdır, bu başqalarının arazı. Bizim elimizdəki arazda hər şey yerini bilirik. Burada ama gətirə dama kimi fırlanır. Başımı qocalmaq istədim. Zaten gəlirəm. Gəldiyimi görürsən zaten. Niyə çağırırsan? Yəni. Bilirəm zaten gəldiyimi görürsən, yəni niyə çağırırsan? Ah, biraz olsun. Ah, su almışsan? Yok. Bir yanım görək. Ah, yox dedi və aldım. Ona götür. Neyse sen götür. Aa, yoktu. Tapdım. Çatdıq kasaya. Deməli
aldıq alacaqlarımızı, gəldik maşına. İnşallah mamiyə atıya o qədər şəkil atmışam ki. Adı oraya gedib baxmır. Atmışam buranı eşmişəm. Əlimdən iki tutub buranı çəkmişəm. Hər şey. Ben biraz ben gelir atayım. Ada biliyor da o. Neyse özünə pelaşka aldı. Ərsiz boyda da O öyle. biraz güzel mi? Nədir be? Ətli bir şey, çuda kimi bir şeydir. 2 dənə çuda aldı. Belə göstəreyim. Sonra Ragip belə bir şey götürdü özünə. Nədir bilmirəm. İçində cemli. Bir yox şirniyyatdı. Sonra belə bir şey aldı. Sevra bundan istəyir, xoşlayır. Neçə gündür Ragip alır, onun üçün bitmişdi. Yolda yenə istədi. Bunlar hamısını üstümə yığıram bu arada. Mama üçün tort əvəzi belə bir şey aldım. Belə tutub üfürsün akşam ora gələndə. Olsa tort yemir, yəni. Sabah sifariş verdim tortu özümüz yeyəcəyik 100%. Bir də belə şirniyyat aldım özümə. Kurabiyələr balaca. Ben şəkil Jelibon yox idi ayıcı sən istədiyin. başqa şey. Oy! Başqa jelibon da ata dünən almışdı, evdə də qaldı. Hələ də stolun üstündə qalıb başqa jelibon. Buyurun halde. O da ata da qoyub qaldı. 2 dənə də balaca belə pol aldım. Aldıqlarımız bu qədər. Sən başa nə yemək istəyirsən? Yox ya. De bundan yeyək. Yox. Allah haqqı dadına baxın görə necəsiz. Ümid edirəm, mən şirniyyatı alıram. Aşkı bağladım, nə olar ki? Mən nəsə danışdığım sonra videoya getmir. Ben şirniyyatı alıram, istədiyim o xəyal etdiyim dad olmayanda bir dənə xəyal qırıqlığına uğrayıram da nətər. İndi dadına baxırıq. Yox, qəşəngdir. Əla da hətta. Çayla ağızda əriyəcək, superdir, çox bəyəndim. Rafoya. Həqiqətən çox qəşəngdir. Ağızda əriyir, bəkləyir, qətiyyən. Çox qəşəngdir. Baxsan dadına. Al. Şunu ver. Yeməyin gözüm aydın, minnətsiz olsun. Heç cül kimi şirniyyat seçmişəm. Baba, ben de bir Cəriməyə görə ye. Əvvəl elə deyirdim. Kiməsə nəsə təklif eləyirdim. Dedi ki, verin cəriməyə görə ye. Hə, nəysə. Mən gedib qaz Suyun tutdum. gazına bak ya. Hə. Nəysə, gedək yeyək. Arkadaşlar. Edenci yığaq, hə. Hə. Hə, inşallah. Nəysə. Ələt qəsəbəsini geçmiş bunun. Özü görünmür zaten. Ələtdəyik. Bir praşka. Allah görəsin. Adam bir təklif edərdi. Yaxşı, bəlkə istəyirsən. Dedin mən təklif elədim. Dedim mən istəmirəm. Hə. Mən özümə bunları almışam. Cavab daşından bırak zaten mən. Özüm seçmişəm, yanmışdan götürəcəm bax, kırmızılar. Yamışlarını niyə götürürsən? Kırmızıları. Nəysə. Savaş, bunu yiysən. Allah haqqı bundan dadına bax, çox qəşəngdir. Dad bizə denənci necədir də? Bunun da o dərdi biridir. Gömlə yeri lazım. O ancaq elə həmişə sənin yediyi istəyir də, sən yediyi xoşlayır. Nəysə, gedək qaranlıqda. Savaş, bir dənə bunun dadına bax. Yiyəsən bunu sevoş. Hə? Dişləyəm, nə qədər dişləsəm deyir qənimətdir. Ağzın cırıldı ye. İndi cəmi cırılacaq. Nəysə, gedib yeməyimi yiyeyim. Acımışam. Sən də onu ye. O kişilə dişləmişdi də, bu niyə götürdün ki? Nəysə, hadi görüşürüz. Evet arkadaşlar, masalıya çattık. Bəli, gəldik, çatdıq masallıya artıq. İndi gedək. Gedək başımıza nələr Gəlin gəlir. maşını var idi. İndi nə gəlin maşın? Onda o toydan çıxırdılar. Bizi toya çağıran yoxdur. Bayaqdan onu deyirəm. Bizi toya çağıran yoxdur. Ona görə də mən toyların olduğunu necə yadımdan çıxartmışam. Çıxıdı. Bu da sevinir ki, deyir nə yaxşı, toya çağıran yoxdur deyir bizi. Nəysə. Ben sevmiyorum. Ben vallahi toyda oynamak çok Uy, seviyorum. mən də toya getmək istəyirəm. Bizi niyə toya çağırmırsınız? İzləyicilərimizdən kimin toy bacısının, qardaşının, nə bilim, qohumun toyu olacaq, çağırsın, gəlib iştirak edir. Yeyib içib gedirik, oynayıb gedirik, muzur atmırıq. Şeydi, bir defa şey olsaydı rayonda gelin maşını. Binerdim onların maşınına vallahi giderdim. Hara gedək.
Elə toylarla. Siz Qay maşını oraya özü bilsə niyə girdi? Hə, belə. Oy, boğazım qurudu. Gedirik indi. Artıq çatmışıq rayonun içində. İsə rayonu göstər. Hər zamanki gün şüşə kimi tərtəmiz maşınımızdan sizə Masallı'nın içi göstərim. Ümumiyyətlə bizi Masallı'dan izləyən var və yaxud öz rayonumuzda Canub nə idi? Cənubdan. Cənub bölgəsindən izləyən var. Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı. Buralardan izləyən var bizi. Bura, mən də demək olar ki, buralarda böyümüşəm. İlk öncə... Ya bunlar da bir dəfə deyirdin. Mən buralarda böyümüşəm, buralarda oxumuşam, o da deyirdin. Hə, baxmışam videoya. Öncə 6-cı sinifə qədər 3 aylı məktəbdə oxumuşam. Hali nə tərsən görməz? Dostlarım gördü, çapadım videonu. 6-cı sinifə qədər 3 aylıda oxumuşam, ondan sonra bir nömrəliyə keçmişəm. Hə, vallahi hə. Allah hə. Vallahi hə. Mən hansı məktəbdə oxumuşam? Mən nə bilim. 2 saylı orta məktubda. Bu da şimdi bu nə? İraq olsun. Nə idi o? Apteka bir dənə şey qoymuşlar, bir də robot, zombi robot oxşayırdı. Ey. Allah'ın dostum o düz elim. Sonra keçəndə buradan fikir verərsən ona. Nəysə. Biz gəldik, çatdıq, yatdıq. Kameranı söndürüb. Mamiçkanı Mən təbdir. oxudum məktəbdə göstərərsən də. Paxıllığın tutdu. İmini azığa göstərmirəm. Bağlayıram kameranı. Yaxşı bağlı. Yax, mən yazırsam. Qaranlıqda da göstər, ay Allah. Qaranlıqda nə görünür, nə göstərim? Ay Allah. Sən oxudun məktəb. Hə, bura gün də oxuduğum məktəb gözləyin. Qəbristanlığımızdır. Burada məktəbdir. Burada məktəbdir. Buna ha məktəb. Hə, burada rayon Məktəb. məhəlləsidir. Burada bizim məhəlləmizdir. Gəldik, çatdıq məhəlləmizə. Mama bilmir bu arada gəlmişik. İndi deyəcəm ki ona. Bəs qonşumuz var. Dedim ki, mama Pərxala deyir işdəyən. Leyla qorxur. Sizə qapının ağzındadır, aç bu gecə səndən qalsın. İndi görə o qonşumuzda xəstəxanada işləyir. Gecəsi mənimlə qalır bəzən. İndi deyəcəm ki, belə-belə. İndi qoy bir dəqiqə tortum. Belə bir şey göstərmişdim sizə, kek bir şey. Əsas tortu sabahdır. Keki öncə həll edək, üstünə şamını qoyaq, sonra gerisini sizlə bir yerdə çayda olur. Sən nədən aşını? Bax, görək. Yox, niyə əzilsin ki? Kamuzanı. Tamamımız da orada. Sen uçtan qal işi düşsün. Şamımız da burada. İndi əsas görə xanımı yığmaqdır. Rafın əqqasını geyindirin oradan. Sen o qaqanın ayakkabısını yendin. Tutarsızlar qıcılırsa. Və cindirə bilməyəcəm, bir yerdə durmayacaq. Rahat giyin ayakkabı. Raf əqqabı geyin. Sən Yaxşı gözün Rafın əqqabısını geyindirək, devam edək. də tutulan. Saç qalqa. Cibini də götürdüm. Alo. Yatmısan mama? Pərxala deyir ki, İsmendəyəm, Leyla qorxur, Leyla qapıda da açsın, bir də onunla yatsınlar. Deyir, xanıma zəng eləmişəm, sən çatın, hə, biz də yatmaq istəyir, bir də deyir, qorxur. Qapıdadır Leyla deyir, bizdən açsın da qapını. Deyir, qapını açsın. Gəlib də qapıdadır, bayaqdan zəng edir sənə, zəng çatmır sənə. Nə bilim valla. Mənə belə deyir. Deyir, xanıma 5 dəfə zəng eləmişəm, zəng çatmır. Bir dənə dinlən ona, deyir, yatmamısansa məni yığıb bayaqda. Yatmamısansa qapını açsın. Yaxşı oldu, eləlik. Bizim həyat qapısında. Düzcəkdə. Çəkirsən yaxşı. Buradayım xanım xala. Aç da qapı kilitlidir. Happy birthday to you. Happy birthday to you. Happy birthday salam. Happy birthday. Niye ağladın? Niye ağladın? Ne oldu?
Lütf elə də nənə sübikamı. Tamam burada. Uşaq sənə şam gətirir. Happy birthday to you. Ged nənəni öp. Cəmaatın səndən nənəni. Happy birthday to you. Axşamın xeyir. Necəsən? Neymişsin? Növbəti gündən hər kəsə salam. Biz gecə çatdıq. Sürprizimizi elədik. Çatan ki... Hə, eləyərsən indi. Çatan kimi də başımızı qoyduq, yatdıq. Gəl elə, gəl. Gəl elə. Yaxşı, təzdən elə. Nəysə, bu videonu sonlandırım sonra. Belə, indi sizə gün boyu ad günü nə eləmişik, nələr etmişik, yaxşı. Yaxşı, hamısını çəkəcəm. Bu videonu isə burada sonlandırıram. Növbəti videoda mamamın ad günü videosunda görüşmək üzərə. Hələlik.